Çıxma əməlində azalan, çıxılan və fərqin cəmi 462 olarsa, azalanı tap. Bu tip suala bugün 5-ci siniflərlə rast gəlmişdik. İstədim izahına baxaq. Çıxma əməlində azalan, çıxılan və fərqin cəmi. Yəni biz qeyd edək, azalan, çıxılan, bir də fərqin cəmi deyir 462-yə bərabərdir. Bizdən azalanı soruşsa əgər, azalan nəyə bərabərdir? Azalan çıxılanla fərqin cəminə bərabərdir, düzdürmü? Çünki azalan, çıxılan bərabərdir fərqə. Biz buradan azalanı tapsaq, fərqlə çıxılanı toplamış olarıq. Demək, azalan nəyə bərabər oldu? Çıxılanla fərqin cəminə. Demək, çıxılanla fərqin cəmi nəyə bərabər oldu? Tam əksini deyirəm elə. Azalana bərabər oldu. Azalan üstəgəl azalan. Yəni 2 dənə azalan bərabərdir 462-yə. Buradan azalanı tapsaq 462-ni bölərik 2-yə. Düşər 231. Demək, azalanımız 231-ə bərabərdir.